Belə əzizləyicilər, bu BMW F10 yanımıza yaxınlaşdı avtomobil. Səhər ilk avtomobilimizdir. Demək, bu avtomobildə biz yoxlanış elədik. Məsələ nədir? Bu avtomobil deməli, alqı-satqı yoxlanışında olub bizdən qabaq. Avtomobildə, yaxınlaş bura. Avtomobildə deməli, mühərrik hissəsini tam yoxlamayıblar. Nə silindirləri yoxlayıblar, nə Porsche-ni yoxlayıblar, nə gilizi yoxlayıblar. Ya, askı sistemində düzəlməli yoxlamayıblar. Yazıblar ki, deməli, yekun qərara əsasən yazıblar ki, avtomobildə belə dayananda sağ tərəf mühərrik yastığı dəyişilməlidir, paduşka. Amma sağ tərəf yaxşıdır, sol tərəf dəyişilməlidir. Yazıblar ki, arxa qranat pullikləri yağlanmalıdır. Qranat pullikində heç bir problem yoxdur. Arxa qranatlarda problem yoxdur. Amortizatorlarda problem yazıblar, heç bir amortizatorun heç bir yerində problem yoxdur. Nə pastavkasında, nə özündə heç bir şeyində problem yoxdur. Arxa elastisini çox pis vəziyyətdədir. Ona amma heç nə yazmayıblar. Heç bəlkə də görməyiblər, eləməyiblər. O da pis vəziyyətdədir. Daha sonra isə mühərrik yastığı sol tərəf pis vəziyyətdədir, sağ yaxşıdır. Onu da düzgün diaqnozu qoymayıblar. Üst qışqa prokladkasından yağ axıdır. Onu da yazmayıblar, qeyd eləməyiblər. Yəni düzgün yoxlanılmalıdır. İndi biz bu avtomobili yoxladıq. Plus bu avtomobili Porsche-nə kimi yoxladıq. Deməli, avtomobil Porsche-nin də artıq normaldan çox qaralma var, iz var Porsche-də. Avtomobil sahibindən soruşduq, dedi ki, popcorn yazılıb maşına. Əvvəl yazılıb, daha doğrusu ona görə bu vəziyyətdədir. Əziz izləyici, avtomobilə popcorn olmaz. Yəni bir mənalı olaraq həm mühərrikə ziyandır, həm civvizə ziyandır. Avtomobildə yoxladıq, nə problemi varsa avtomobil sahibinə qeyd elədik, özü də arxa kadrdadır, özünə də göstərdik bütün problemləri, nə var, nə yox. Və inşallah ki, başlayacaq avtomobilin həmin o problemlərini aradan qaldırmağa, mühərriki maşını alarkən, yoxlatdırarkən, yəni dəqiqliyi ilə yoxlatdırır. Niyə? Çünki ən azından ortalama hesablasaq 20-30 min manat civarı pul verirsiniz, maşını alırsınız. Sabahsı günü 10 manatı, 20 manatı yoxlayacaqsınız, haradasa başdan sovdu, o iş deyil. Yəni sabahsı gün ziyana siz düşəcəksiniz və heç bir ustada sizə zəmanət durmayacaq. Ona görə də xahiş ilə maşını yoxlatdıranda ciddi şəkildə yoxlatdırın. Təşəkkürlər izləməyə.